Salam müəllimlər, bugün sizlə birinci sinifdə metodik vəsaitdə olan məlumatları, yəni bizə lazım olan məlumatları sizlə bölüşəcəm. Birinci gəlir məşğələ növləri. Gəlin məşğələ növlərimizdən tanış olaq. Deməli, naturadan rəsm, mövzu üzrə rəsm, tematik, daha sonra dekorativ tətbiqi fəaliyyət, yapma, bir də təsviri sənət haqqında söhbət. Gəlin görək, bu məşğələ növləri şagirddə hansı bacarığı formalaşdırır. Birinci naturadan rəsmə baxaq. Naturadan rəsm zamanı şagird görməyi, müşahidələr aparmağı öyrənir. Yəni, baxmaq başqadır, görmək başqadır. Yəni, görən zaman diqqətli, belə deyim də, diqqətli müşahidə aparmaq lazımdır. Ona görə deyirik ki, naturadan rəsm zamanı şagirdin zəkası inkişaf edir, şagirdin, belə deyim də, yaddaşına müsbət təsir göstərir və şagirddə abstrakt düşüncə tərzi formalaşır. Yəni, qarşısında olan o əşyanın tanıyır, onun strukturunu anlayır, onun formasını, onun rəngini, quruluşunu, ümumiyyətlə, yəni müşahidələr aparır ki, bu da onun yaddaşına müsbət təsir göstərir. Bəs abstrakt düşüncə tərzi necə olur ki, formalaşır? Deməli, şagird qarşısında olan naturanı görür, onu dərk edir və artıq o dərk etdikdən sonra şagirddə, belə deyim də, bilik yaranır və bu bilik daha sonra o yenidən yaradır. Yaradan zaman artıq abstrakt düşüncə tərzi formalaşmış olur. Yəni qısaca desək, şagird görməyi öyrəndi və gördüyünü tətbiq etdi, dərk etdi, tətbiq etdi və abstrakt düşüncə tərzi formalaşdı. Və yenidən yaradan zaman abstrakt düşüncə tərzi formalaşmış olur. Bu naturadan rəsmdir. Yəni qısaca desək, naturadan rəsmdə nəyi şagirddə nə kimi əhəmiyyət kəsb elədi? Yaddaşına, zəkasına, bir də abstrakt düşüncə tərzini formalaşdırmış oldu. Gəlin görək mövzu üzrə rəsmdə nə olur. Mövzu üzrə rəsmdə şagird, belə deyim, həyatın müxtəlif süjetlərinin təsvirini, ədəbi əsərlərin illüstrasiyanı, uşaqların özləri tərəfindən icad edilmiş müxtəlif mövzularda olan rəsmlərin yaradıcı kompozisiyasını əhatə edir. Yəni, belə deyək, müxtəlif bir mövzu, hər hansı bir mövzu üzrə şagird müəyyən qədər məlumat əldə etdikdən sonra o əldə etdiyi məlumat əsasında bacarığını yəni göstərirsə, yəni rəsm çəkirsə, nə isə yaradırsa, demək şagird, belə deyim də, müstəqil olur. Yəni gördüyünü tətbiq etmir, öyrəndiyinə əsasən tətbiq edir. Bu da, yəni şagirddə müstəqil olma bacarığını formalaşdırır və müəllimin bu yolda şagirdə köməklik göstərməsi, şagirdə fasilitator rolu oynaması əhəmiyyətlidir. Yəni şagirdi olmaq istədiyi yerə çatdırmaqda köməklik göstərir. Müəllim isə bu zaman şagirdini yaxşı da tanıyır. Yəni şagirdin təxəyyülünün nəyə qadir olduğunu görmüş olur. Deməli, mövzu üzrə rəsmdə də nə oldu? Şagird müstəqil oldu. Şagird müstəqil olaraq düşüncələrini ifadə etməyi bacardı. Daha sonra gəlir dekorativ tətbiqi fəaliyyət. Burada da şagird yaradıcılıq qabiliyyətləri dekorativ tətbiqi fəaliyyət dərslərində xüsusi effektiv olaraq inkişaf edir. Yəni şagird, belə deyim də, dekorativ tərtibatı müəyyən qədər qayda-qanunları əsasında həyata keçirir. Burada simmetriya var, ritm var, rənglərin ahəngdar əlaqəsi var, eyni zamanda boya ilə inkişaf, yəni işləmək qabiliyyəti formalaşır, naxış çəkmə qabiliyyəti və Azərbaycanın, bir də başqa xalqların dekorativ yaradıcılığını öyrənir. Yəni bu da şagirdin estetik zövqünün inkişafına gətirib çıxardır. Deməli, dekorativ tətbiqi fəaliyyətdə nə oldu? Həm naxış, həm kompozisiya, həm belə deyim, boya ilə işləmə bacarığı, həm Azərbaycanın, həm də başqa xalqların tarixini öyrənmiş, yəni dekorativ tətbiqi fəaliyyət növlərini öyrənmiş olur. Daha sonra gəlir yapma. Yapma təsviri fəaliyyətin bir növüdür. Yapma uşaqların tədrisi və tərbiyəsi üçün böyük əhəmiyyətə malikdir. Burada bir əşya haqqında, yəni təsəvvürün əlifbasıdır yapma. Daha sonra heykəltaraşlıq təsviri sənət növü kimi həyatımızda mühüm rol oynayır.
O, fərqli və böyük fikirləri, mürəkkəb düşüncələri, hissləri təbliğ edir. Digər sənət növləri kimi heykəltaraşlığın da özünə məxsusluğu var ki, bu da məzmunda, həm də material seçimində ifadə olunur və heykəltaraşlığa xas xüsusiyyət odur ki, o həm həcmli, həm də üç ölçülüdür. Üç ölçülü olması da odur ki, biz heykəlləri, yəni hər bir tərəfdən müşahidə edə bilirik, hər tərəfdən seyr edə bilirik. Buna görə deyirik ki, heykəl üç ölçülüdür, yəni heykəltaraşlıq üç ölçüyə malikdir. Məsələn, bir tablo deyək, o tablo nə qədər böyük olsa da biz onu yəni üç ölçülü deyə bilmərik. Niyə? Çünki tablonu yalnız ön tərəfdən seyr etmək olur. Naturadan yapma bu zamanda uşaqlar üçün belə deyim də təbii hər hansı bir əşyanın öz ölçüləri ilə hazırlamağı şagird öyrənir. Yəni qarşısında olduğu üçün əgər naturadan deyilsə bunu kiçik ya da böyük formada edə bilər. Ancaq naturadan olduqda onu öz ölçülərinə uyğun olaraq yəni tərtib edir. Bu səbəbdən də şagirdlərin formanı təhlil etməsi, yəni əşyanın ayrı-ayrı hissələrinin proporsiyalarını tapmaqda, yəni müəyyən bir miqyasda tamamlaması lazım olur. Bu da yapma zamanı inkişaf edir. Məktəbdə təsviri sənət haqqında söhbətlər zamanı gəlir, yəni bu da belə deyim də axırıncı olan məşğələ növü təsviri sənət haqqında söhbət. Burada da şagirdlər həm memarlıqda, həm belə deyim də heykəltaraşlıqda, həm də rəsmlərdə onların bütün bu növlər haqqında ətraflı məlumata sahib olur və şagirdlərin belə deyim, rəssamların əsərləri ilə sistemli tanışlığı estetik tərbiyə vasitələrindən biridir. Müəllim dərs zamanı sənətkarın hisslərini, doğma təbiətə olan sevgisini açıq şəkildə ifadə edən bir rəsm əsərini göstərir, nümayiş etdirir. Bu da uşaqlarda sevgi hissinə, vətənə heyran qalmasına səbəb olur. Məsələn, belə deyək də, müəllim Toğrul Nərimanbəyovun bilirik ki, narlar mövzusunda çox rəsmlər çəkmişdir. Məsələn, bir rəsm əsərini göstərir, tutaq ki, Xorcunla nar əsərini göstərir, Sevincli gün əsərini göstərir və s. Bu əsərlərdən birini göstərir və təbliğ edir ki, Toğrul Nərimanbəyov vətənə olan sevgisini bir narın timsalında göstərmişdir. Məhz bu zaman şagirdə necə təsir göstərir? Müsbət təsir göstərir. Şagirdin estetik dünya görüşünə müsbət təsir göstərir. Və ona görə də deyirik ki, təsviri sənət söhbətləri, yəni təsviri sənət haqqında söhbətlər zamanı şagirddə emosional hisslər təbliğ olunur. Sonra gəlin görək, neçə məzmun xətti var? Təsvir incəsənətdə 3 məzmun xətti var. Birincisi cəmiyyət və təsvir incəsənət, ikincisi təsvir və dekorativ yaradıcılıq, üçüncüsü isə estetik reaksiya. Deməli, birinci məzmun xəttində təsviri incəsənətin cəmiyyət üçün nə kimi əhəmiyyəti var? O əhatə edir və belə deyək, yəni cəmiyyətdə nə üçün lazımdır? İstər milli, istər dünya incəsənətinin nümayəndələri, onların məşhur əsərləri haqqında məlumat burada öz əksini tapır. Daha sonra gəlir təsvir və dekorativ yaradıcılıq. Burada da şagirdin hadisələri, əşyaları dərk etməsi, onun mahiyyətini və fərdi xüsusiyyətlərini münasibət bildirməsi öz əksini tapır. Bu məzmun xəttində istər rəngkarlıqda, istər heykəltaraşlıqda, istərsə də qrafikada şagirdlərdə forma hissiyatını təmin etməklə formanın gözəlliyindən, kamilliyindən zövq alma qabiliyyətini inkişaf etdirir və eyni zamanda qurlaşdırma, dizayn etmə, tərtib etmə bu kimi bacarıqları aşılayır. Üçüncüsü isə estetik reaksiyadır. Ümumiyyətlə, həm Azərbaycanın, həm də dünya incəsənətinin tarixini təşkil edən əsərlərlə təmasda olmaq şagirdlərdə həm milli, həm də ümumi bəşəri dəyərlərə hörmət, yəni aşılayır və bunlar mənimsəmiş olurlar. Yəni, bütün bu məlumatları mənimsəmiş olurlar və şagirdin mənəvi dünyasına, yəni onu zənginləşdirir. Yəni şagird təsviri incəsənət fənnini mənimsədikdən sonra həssaslıq və emosional qavrama bacarıqları inkişaf edir. Bu da məzmun xəttləri haqqında qısaca məlumat. Daha sonra gələk, burada başqa maraqlı məlumatlar da var. Deməli, birinci gəlin baxaq.
Səttar Bəhlulzadə haqqında qısa bir məlumat verilib. Səttar Bəhlulzadə Azərbaycanın xalq rəssamıdır. O mənzərə ustalarımızdan biridir. Yəni mənzərə janrında çəkdiyi möhtəşəm əsərlər var. Yəni möhtəşəm əsərlərin müəllifidir və impressionizmin banisidir və Səttar Bəhlulzadənin Göygöl ətrafında, Lənkəranda, Qubada, Şuşada, Şahdağında çəkdiyi kiçik etüdlər, yəni etüd nə idi? Naturadan əsərin ilkin nümunəsi. Bunu daha sonra iri həcmli epik mənzərələrə, yəni epik mənzərə tablolara gətirib çıxarmışdır. Yəni epik mənzərə dedikdə də geniş, ətraflı, yəni təsvir. Buna gətirib çıxarmışdır. Daha sonra görək başqa nə məlumatlar var burada. Xətlər haqqında məlumat var. Gəlin görək düz xətt necə xətdir? Düz xətt sakit, mülayim xətdir. Qıvraq olan spiralvari buruq bu isə sevincli, şən, xeyirxah xəttir. Daha sonra hiyləgər xətt dalğalı xəttir. Dalğalı xətt, tullanan xəttdə dalğalı xəttir. Daha sonra punktir var. Xəstə xətt deyilir buna. Qırıq-qırıq olan xətlərdir. Bir də qəzəbli dişli xətt var ki, bu da sınıq ziqzaq. Daha sonra baxaq, burada tanqram haqqında məlumat var. Tanqramda oyunlardan ibarət, yəni fiqurlardan ibarət oyundur. Burada görürsünüz, nümunələr göstərilib. Deməli 7 fiqurdur. 7 fiquru birləşdirərək müxtəlif işarələr, müxtəlif təsvirlər yaratmaq olur. Baxın, bunlar 7 fiqurdan ibarətdir və istifadə edərək həm rəngli olur, bir rəngli olur. Saxsı parçalardan, bir də kağızdan kəsməklə bu cür, yəni formalar yaratmaq olur. Sonra oriqami. Oriqami, belə deyim də, haqqında daha dəqiq danışmaq o qədər də doğru deyil. Çünki bilirik ki, kağız, yəni tez korlanan bir belə deyim əşyadır və ona görə onun tarixi haqqında dəqiq məlumat vermək o qədər də düzgün deyil. Çində 1-ci və yaxud da 2-ci əsr zamanlarından günümüzə qədər gəlməkdədir. Yəni belə deyək də, kağız Çində icad edilib, ancaq Yaponiyada daha çox inkişaf edir və Yaponlarda 6-cı əsrdə kağızdan istifadə etməyə başlayırlar. 8-12-ci əsrlərdə oriqami nümunələrinə rast gəlinir. İnkişaf mərhələsi isə 17-19-cu əsrləri əhatə edir. Oriqami də o idi ki, kağızlardan qatlayaraq müxtəlif fiqurlar düzəldirdilər. Heyvan, insan, quş, çiçək və s. Daha sonra gələk başqa burada rəssamlar haqqında da məlumat var. Bəhruz Kəngərli. Bəhruz Kəngərli Naxçıvanlıdır. Naxçıvanda dünyaya və Bəhruz Kəngərlini biz teatr rəssamı kimi də tanıyırıq. Eyni zamanda realist dəzgah rəngkarlığının təşəkkülü Bəhruz Kəngərli adı ilə bağlıdır və onun belə deyim, həm portret, həm mənzərə janrlarında əsərləri var. Eyni zamanda mənzərə janrının da əsasını qoyan rəssamdır. Və Bəhruz Kəngərli ilk dəfə yəni rəssam olaraq rəssamlıq təhsili almış Azərbaycanlı rəssamdır və Bəhruz Kəngərli dedik realist dəzgah rəngkarlığının əsasını qoyub. Bunu da biz müşahidə edirik, yəni realist olduğunu müşahidə edirik. Qaçqınlar silsiləsi əsərlərində, yəni ermənilərin təcavüzkar siyasəti zamanı qaçqınlara həsr etdiyi portretlərdə, həmin o əsərlərdə biz o reallığı, yəni o təsvirlərdə müşahidə edirik. Yəni realist odur ki, belə deyim də, o ümumiləşdirmə yolu ilə deyil, realda olduğu kimi təsvir edirdi. Yəni işıqdan, kölgədən, perspektiv qayda qanunlarına riayət etmişdir. Daha sonra Bəhruz Kəngərli dedik teatr rəssamıdır. O ilk dəfə Naxçıvanda teatr rəssamı kimi fəaliyyətə başlayır və onun 1912-18-ci illərdə
Naxçıvanda, yəni teatr səhnəsində Nəcəf bəy Vəzirovun Pəhləvani Zəmanə, bir də Hacı Qəmbərin Müsbəti Fəxrəddin bunlarla birlikdə 40-dan çox tamaşaya iri həcmli panolar çəkmiş bir rəssamdır. Eyni zamanda xalq geyimlərinin də misilsiz bilicisidir. Daha sonra gəlir Əzim Əzimzadə. Əzim Əzimzadə də Azərbaycanın xalq rəssamıdır, görkəmli mədəniyyət xadimidir. O realist qrafikanın banisidir, satirik rəsmin mahir ustasıdır, bir də milli rəngkarlıq sənətinin qabaqcıl nümayəndələrindəndir və Əzim Əzimzadə 20-ci əsr milli təsviri sənətinin inkişafında əvəzsiz rol oynamışdır. Qrafikamızı yeni janrlar və obrazlarla zənginləşdirmişdir. Rəssamlıq kadrlarının yetişdirməsinə güclü təkan vermişdir və peşəkar sənət yolunda öz fəaliyyəti zamanı 40 illik səmərəli yaradıcılığında 3000-dən artıq 3000-dən artıq satirik rəsmin, karikatura, illüstrasiya, plakat, geyim eskizləri və başqa əsərlər yaratmışdır və Əzim Əzimzadə istedadlı plakat ustası idi. O savadsızlığa, cəhalətə, qadın azadlığına həsr etdiyi plakatları siyasi və satirik məzmunu ilə fərqlənirdi. Sənətkar fitri istedadı, səmərəli əməyi sayəsində realist təsviri sənətinin rəngarəngliyinə hərtərəfli yiyələnmiş, özünün çoxşaxəli istedadını qrafik rəsmlərlə yanaşı, eyni zamanda səhnə tərtibatı, geyim sahəsində də nümayiş etdirmişdir. Və Əzim Əzimzadə məişət janrında çəkdiyi bir sıra əsərləri var ki, buna Varlı evində toy, Kasıb evində toy, Barlı evində Ramazan, Kasıb evində Ramazan kimi əsərləri misal göstərmək olar. Daha sonra gəlir Fuad Əbdürrəhmanov. Deməli, Fuad Əbdürrəhmanov da Milli Heykəltaraşlıq Məktəbinin ilk nümayəndəsi və məktəbin əsasını qoymuş görkəmli heykəltaraşdır. Və o, eyni zamanda tanınmış tişə ustası, yəni tişə ustası olmuşdur. Daha sonra o, dəzgah və monumental heykəltaraşlığı sahəsində də bir çox əsərlər yaratmışdır. Məsələn, monumental əsərlərindən birinədir Nizami Gəncəvinin, yəni misal göstərmək olar və daha sonra Fuad Əbdürrəhmanov dəzgah rəngkarlığı sayəsində məhsuldar fəaliyyəti ilə də demək olar ki, yadda qalan obrazlar qalereyası yaratmışdır. Məsələn, Oxatan, Aşıq, Həzi Aslanovun portreti, Səttar Bəhlulzadə, Çoban, Azərbaycan qadını, Nizaminin portreti və s. Daha sonra Fuad Əbdürrəhmanov 2-ci Dünya müharibəsi dövründə yaratdığı belə deyim, barelyefləri vardır ki, Babəkə, Koroğluya, Cavanşirə həsr etdiyi bu əsərlər də, yəni onun belə deyim də dövrünün qəhrəmanlarına həsr etdiyi əsərlərdir. Və Fuad Əbdürrəhmanovun şərq ədəbiyyatına, şərq əfsanəsinə xüsusi bir sevgisi olmuşdur ki, bu da Orta Asiya Milli Heykəltaraşlıq Məktəbinin formalaşmasında mühüm xidmətlər göstərmişdir və o, belə deyim, Azərbaycan Milli Heykəltaraşlıq Məktəbinin ilk nümayəndəsi kimi öz adını Azərbaycan incəsənətində əbədiləşdirmişdir. Daha sonra baxaq başqa nə məlumatlar var. Bəhruz Kəngərli haqqında danışdıq. Daha sonra burada elə bir məlumat yoxdur. Yəni bizə lazımlı bir şey deyil. Bəli. Demək olar ki, 1-ci sinif metodik vəsaitdə bu qədər məlumat. Bizə lazım olanları sizlə bölüşdüm. Bu qədər. Sağ olun.